Buxaridən oxuyuram bunu. Səhih Buxaridir, 6-cı cild, səhifə 97. Sünən-i Tirmizidə də var, 4-cü cild, səhifə 193. Deyir ki, Həzrət Peyğəmbər fəəqulu deyəcək. Həzrət Peyğəmbər özü deyir ki, mən qiyamətdə deyəcəyəm. Ya Rəbbi, əshabi. Ey Rəbbi, mənim səhabələrim. Hanı yəni? Fəyqalı ma tədri ma əhdəsu bə'dək. Sən bilmirsən səndən sonra nə etdilər onlar? Hansı bidətlər, hansı xurafatlar, hansı fəsadları yerinə yetirdilər? Deyir ki, fəyqal İnnə haula ləm yəzalu murtəddinə alə əqabihim munzə farəqtəhum. Gəlib bu hədisi izah eləsinlər vəhabilər. Deyir ki, səndən sonra, sən ki onlardan ayrıldın, bunlar döndülər, mürtədd oldular. Yəni döndülər əvvələ, yəni cahilliyə. Yəni necə ola bilər bunlar ədalətli olsun? Axı Səhih Buxarıda bu